Salam, hər vaxtınız xeyir olsun. Kanalımızın dəyərli izləyiciləri, mən Seymur Rəfiyev hər birinizi salamlayıram. Bu günlərdə sizlər üçün, 4-cü sinif şagirdləri üçün monitorinqə dəstək məqsədi ilə riyaziyyat üzrə qarışıq sualların izahını verəcəm. Zəhmət olmasa kanalımıza abunə olun ki, hər video izahdan xəbərdar olasınız. Eyni zamanda video izahı şagird yoldaşlarınızla paylaşmağı da unutmayın. Bundan əlavə olaraq 10 noyabr 18:00-da 4-cü sinif şagirdləri üçün ikinci monitorinq sınağımız olacaq. Monitorinqdə Azərbaycan dili, riyaziyyat fənləri yer alacaq. Azərbaycan dilindən 30 sual, riyaziyyatdan 30 sual. Proqram müddətin keçdiyiniz proqram ərzində olacaq və bu da sizə imtahanlara dəstək məqsədi ilə təşkil olunur. Əlavə suallarınız olarsa 055 236 81 40 nömrəsinə yazaraq monitorinqlərimizdən yararlana bilərsiniz. Keçək suallarımıza. İlk sual belədir ki, 3 milyon 707 ədədinin düzgün yazılışı hansıdır? Biz bu tipli ədədləri yazmaq üçün sinifləri bilməliyik. Təklik, minlik, milyon sinifləri. İlk olaraq hər bir sinifə 0 yazsaq, birinci təklik sinifini yazdım. Sonra yazıram minlik sinifin. Sonra yazıram milyon sinifin. Deməli bizə deyir 3 milyon. 3'ü bura yazıram. 707. Və boşluqlardakı 3'ü yazdıq bura. 3 dənə 0 boşluqdadır. Gətirirəm bura. 7'ni yazırıq bura. Boşluğa 1 0, bir də 7. Doğru cavabımız olacaq B variantında. Yəni sinifləri yazsaz, istənilən bu tipli suallara doğru cavab verə biləcəksiniz. İkinci sualımız. Bizə deyir ki, minliklərin sayı 8, yüzlüklərin sayı 3, rəqəmləri müxtəlif olan ən kiçik 4 rəqəmli ədəd hansıdır? Hansı bənddə verib? Deməli, minliklərin sayı 8'dir, yüzlüklərin sayı 3'dür. Amma ən kiçik ədədi istəyir. Məsələn, birinci A variantına baxırsınız. Bunu əsasən A variantı, B, C, D variantları çıxdaş eləməklə baxmalısınız. Çünki buradakı şərtə uyğun cavab verməlisiniz. A variantında 8031'dir, amma bizim ədədimiz 8300 neçə olmalıdır? Bu yanlışdır. 8310 verib burada. 8301. Bunu müqayisə aparsaq, əlbəttə ki 8301 ən kiçik ədəd ola bilər. Amma 8310 artıq 8301-dən böyükdür. Demək doğru cavabımız elə C variantındadır. D variantı da yenə də 8013'dür. Bu da bizim şərtə uyğun deyil. Doğru cavab C variantı. Növbəti sualımız 3 nömrəli sualdır. 9999 böyükdür x-dan. O da böyükdür 7897'dən. X-in yerinə uyğun gələn ən böyük ədədi 20 vahid artırdı da cəm neçə edər? Biz ilk olaraq 9999'dan kiçik ən böyük ədədimiz 9998 edəcək. Yəni x-in yerinə maksimum yaza biləcəyimiz ədəd ən böyükdür. İkinci. Ən böyük ədədi 20 vahid artırsaq. Bunu 20 vahid artırsaq bizə nə verəcək? Deməli, bura olacaq 8, 1, 0, 0, 1. Oldu 10018. Doğru cavab B variantında. Növbəti sual. Deyir ki, 10 minliklər mərtəbəsi cüt ədəd olan ən böyük 5 rəqəmli ədəddən ən kiçik 4 rəqəmli cüt ədədin 4 qatına çıxdıqda fərq hansı ədədə bərabər olar? Biz 10 minlik bir ədəd yazalım. Məsələn, yazıram A, B, C, D, bir də E. Təklik, onluq, yüzlük, minlik, 10 minlik bir ədədimiz olsun. 10 minliklər mərtəbəsi cüt ədəd olan ən böyük cüt rəqəmimiz 8'dir.
Ən böyük 5 rəqəmli ədəd deyirsə, digərlərinin rəqəmləri fərqli demədiyinə görə siz 9 yaza bilərsiniz. Yəni 89999. Bundan nəyi çıxacaq? Ən kiçik 4 rəqəmli cüt ədəd 1000. 1000-in 4 qatı nə qədər eləyir? 4000. Və biz bundan neçə çıxacaq? 4000-i çıxacaq. Qalacaq neçə? 85999. Doğru cavabımız D variantında qeyd olunub. Keçək 5 nömrəli suala. X çıx 87540 bərabərdir 85566 böl 6. X-in yerinə hansı ədəd yazılmalıdır? Biz ilk öncə bu hissəni 6-ya bölməliyik. 85566-nı 6-ya bölsək 14261 verəcək. Yəni x çıxılsın 87540 bərabərdir 14261-ə. Sonra isə x nəyə bərabərdir? Biz bu cəmi toplayacağıq. 87540 ilə də 14261-i toplasaq 101801 edəcək. 101801. Doğru cavab B variantında. Keçirik növbəti suala. 6 nömrəli sual. Deyir fermer 6 sıranın hər birində 60 kiloqram pomidor, 9 sıranın hər birində 70 kiloqram badımcan yığdı. Fermer cəmi neçə kiloqram tərəvəz yığdı? Bir sıramız 6-dır. Hər sıradan 60 kiloqram yığsa 360 kiloqram. 9 sıradırsa hər birindən 70 kiloqram yığsa 630 kiloqram. Və 360 ilə 630-u toplayarıq. Bizə nəticə neçə verəcək? 990 kiloqram. Ümumi istəyirdi bizdən 990 kiloqram verdi. C variantı. Növbəti sualımız 7 nömrəli sualdır. Deyir ki, A bərabərdir 8, B bərabərdir 5 olduqda 303 vurulsun A, üzərinə 1355 bölünsün B-yə. Hər bir ifadəni yerinə yazsaq, 303 vurulsun 8, üzərinə 1355 bölünsün 5-ə. Bu ifadənin cəmi bizə verəcək 2424. 2424. Bu ifadənin nəticəsini 5-ə bölsək, 271 verəcək. Və bu nəticə ilə biz bu nəticəni toplamalıyıq. 2424-ün üzərinə 271-i gəlsək, bərabərdir 2695-ə. Doğru cavabımız olacaq 2695. Keçirik növbəti suala. Minliklərə qədər yuvarlaqlaşdırdıqda 4000 edən ən böyük ədədlə ən kiçik ədədin cəmini tapın. Ümumiyyətlə minliklərdən söhbət gedirsə, minliklərdə böyük ədədi tapmaq üçün üzərinə 499 gəlin, kiçik ədəd tapmaq üçün verilən ədəddən 500 çıxın. Ya bu qaydanı reallaşdırın, ya da ki, çox rahat bir qayda deyəcəm. İstənilən yuvarlaq ədədin böyük ilə kiçiyinin cəmini tapanda, verilən yuvarlaq ədədi 2-yə vurun, 1 çıxın. 4000-i vuracaqsınız 2-yə, bizə verəcək 8000. 8000-dən 1 çıxacaqsan. Bərabərdir. 8000-dən də 1 çıxsaq 7999. Ən rahat qayda budur. Yəni istənilən yuvarlaq ədədin böyük ilə kiçiyinin cəmini tapanda 2-yə vur, 1 çıx. Növbəti sual 9-dur. 478 ədədini onluqlara qədər yuvarlaqlaşdırdıqda alınan ədədin rəqəmləri cəmini tapın. 478-də onluğu tapırıq. Təklik onluq. 4 qalacaq yerində. 7-dən sonra 8 gəldiyinə görə buna artım verəcək olacaq 8. Növbəti ədəd olacaq 0. 480. Bunun da rəqəmləri cəmi neçə olar? 4 üzərinə 8 üzərinə 0 bizə verəcək 12. Doğru cavab C variantında.
10 nömrəli sual. 7 il əvvəl Fidanın 9 yaşı var idi. 7 il sonra Fidanın neçə yaşı olacaq? 7 il əvvəl. Deməli, Fidanın neçə yaşı var? 9 yaşı var. İndi bir də 7 il sonra. İndiyə gəlmək üçün 9 ilə 7-ni toplayacağıq, 16 yaş. İndi 16 yaşı var. 7 il sonra deyəndə 16-nın üstünə də 7 gələcək. Olacaq 23 yaş. Doğru cavab olacaq C variantında. Növbəti sual 11 nömrəli sualdır. 8 kiloqram konfet 72 manatdırsa, 13 kiloqram konfet neçə manatdır? Biz 1 kiloqram konfetin çəkisini tapmalıyıq. Yəni 8 kiloqrama 72 manat vermişəmsə, 72-ni bölürəm 8-ə, düşür 9 manat. 1 kiloqramının qiyməti 9 manatdırsa, 13 kiloqramını tapsam 9-a vuracam. 117 manat edəcək. Doğru cavab B variantında qeyd olunur. Növbəti sual 12-dir. 145 ədəddən əvvəlki tək ədədlər rəqəmləri müxtəlif ən böyük 3 rəqəmli tək ədədin cəmini tapın. Yəni 145-dən əvvəlki tək ədədlər. 145-dən əvvəl 143 tək ədəddir. Bir də rəqəmləri müxtəlif ən böyük 3 rəqəmli tək ədəd 987-dir. Bizdən də bunun cəmini istəyir. Toplayacaq olacaq 1130. Doğru cavab B variantında qeyd olunub. Keçək növbəti suala. Hansı ədəddə 90 minlik var? Ümumiyyətlə, təkliyi soruşa bilər, minliyi, onluğu, yüzlüyü. Təkliyi soruşsa ədədin özü qədər təkliyi var. Baxaq, birinci variantda təklik, onluq, yüzlük, minlik. Burada 97 minlik var. Təklik, onluq, yüzlük. 9 minlik var. Təklik, onluq, yüzlük, artıq minlikdə. 90 minlik C variantında qeyd olunur. Digər variantda 900-də ehtiyac yoxdur. Və yaxud bu ədədləri tapmaq üçün minliyə də bölə bilərsən. Yəni minliyi istəyirsə minə bölə bilərsiniz. O zaman çıxacaq. Verilmiş ədəddə fərqi hansı yuvarlaq ədədə daha yaxındır? Tapaq fərqi. Deməli 843.456-dan 89.893.456-dan 78.359-u çıxacam. 78.359-u çıxacam. Və nəticədə bizə nə qalacaq? 815.097. 815.097 hansı ədədə, yuvarlaq ədədə yaxındır? Verilən variantlara baxsaq, B variantına uyğun deyil, C variantına uyğun deyil, D variantına uyğun deyil və elə doğru cavab A variantında qeyd olunub. Cavab A olacaq. Keçək 15-ci suala. Ən böyük 4 rəqəmli tək ədəddən hansı ədədi çıxmaq lazımdır ki, alınan fərq 7005 və 5945 ədədlərin fərqinə bərabər olsun. Ən böyük 4 rəqəmli tək ədəd 9999-dur. Bir də bunun fərqinə baxaq. Çıxırıq 5945-i. Bərabərdir, bərabərdir. Nəticə neçə olacaq? 1060. Və bu nəticədən 1060-ı çıxmalıyıq. Olacaq 8939. Doğru cavabımız B variantında qeyd olunub. Proqram əsasında hazırlanan suallardır və biz çalışacağıq ki, il ərzində monitorinqə qədər keçdiyimiz mövzulara uyğun dəstək videolarımız olsun. Bu da sizə imtahanda daha çox köməklik göstərəcək. Hər birinizə uğurlar.
video izahı və monitorinqlərdən yararlanmaq istəyirsinizsə 055 236 81 40 nömrəsinə yazaraq daha ətraflı məlumat əldə edə bilərsiniz. Sağ olun, salamat qalın.